Bismillahirrahmanirrahim. İslam inancına qarşı çıxanların iddialarından biri də budur ki, İslam dini özündən əvvəl gələn dinlərin, yəni əsasən Tövrat və İncilin yenilənmiş formasından ibarətdir. Digər videomuzda da qeyd etdiyimiz kimi, necə ki tarixi mətnlərdəki oxşarlıqlar müəlliflərin bir-birindən köçürdüyünü deyil, həmin hadisənin həqiqətən baş verdiyini göstərirsə, eynilə Tövrat və İncildə keçən qissələrlə Qurandakı qissələr arasındakı oxşarlıqlar da bunların eyni tarixi həqiqətə əsaslandığını göstərir. Lakin zaman keçdikcə bu qissələr müxtəlif təhriflərə məruz qalmış və nəticədə aralarında əsasən yalnız ad oxşarlığı qalmışdır. Buna əsaslanaraq Peyğəmbərin bu qissələri başqalarından öyrəndiyini və yeni bir din tərtib etdiyini iddia etmək isə bir çox cəhətdən məntiqsiz və əsassızdır. İlk olaraq Peyğəmbərin bu qissələrdən xəbər tutması və ya onları oxumuş olması üçün bilməsi lazım olan bir neçə dil var idi. Bunlara İbranicə, qədim Yunanca, Süryanicə və Qibdicə daxildir. Bundan əlavə apokrif adlanan dini mətnləri də oxuyub bilməsi lazım idi. Halbuki bu mətnlər həmin dövrdə, hətta o coğrafiyada belə hələ üzə çıxmamışdı. Eyni zamanda bu dillərdə yazılmış dini mətnlərin ilk ərəb dilinə tərcümələri də Peyğəmbərin dövründən sonraya aiddir. Qeyd etmək lazımdır ki, adı çəkilən apokrif mətnlərin çoxu yalnız 20-ci əsrdə kəşf edilə bilmişdir. Çünki onların əksəriyyəti xristian firqələri arasında erkən dövrdə baş vermiş mübarizələr zamanı məhv edilmişdir. Bununla bağlı məşhur şərqşünas Oxford Universitetinin ərəb dili professoru David Samuel Margoliot deyir: Quranın mənbələri təkcə Həbəş və Süryani mənbələri ilə məhdudlaşmır. Onlara əlavə olaraq İbrani və Yunan mənbələri də vardır. Deməli, Quran-ı Kərimin bir insan tərəfindən yazıldığını iddia etmək üçün Peyğəmbərin bu mənbələrə çatması, onları oxuması və bütün bu dillərə hakim olması lazım idi. Halbuki həm əqli dəlillər, həm də tarixi nəqillər bunun mümkün olmadığını göstərir. Bundan əlavə yazılı mənbələrdən istifadə edildiyi iddiasına qarşı başqa bir problem də budur ki, Quranda Tövrat və İncilə kəlmə-kəlmə istinadlar yoxdur. Əgər Hz. Muhammed sallallahu aleyhi və səlləm bu mətnlərdən istifadə edərək Quranı yazmış olsaydı, İncil ilə Tövrat arasında olduğu kimi, Quran ilə Tövrat arasında da kəlmə-kəlmə statların olmasını gözləyərdik. Halbuki belə bir stat yoxdur. Əksinə, qissələr arasında sayılmayacaq qədər çox fərq vardır. Gəlin bunlardan bir neçəsinə baxaq. İlk olaraq Hz. Nuhun qissəsindən bəhs edilərkən, Tövratda onun şərab içib sərxoş olduğu və çılpaq halda çadırında uzandığı bildirilir. Halbuki Quran-ı Kərimin təqdim etdiyi qissəyə baxdıqda, aradakı fərq açıq şəkildə görünür. Hz. Harundan bəhs edən bölümdə də Tövrat onun insanlardan bütün qızılları topladığını, sonra onları əridib bir büt düzəltdiyini və insanlara sizin tanrınız budur dediyi bildirilir. Halbuki Quran-ı Kərimdə onun tövhid əhli olduğu, Hz. Musanın qardaşı və köməkçisi olduğu bildirilir. İnsanları bütə çağıranın isə Hz. Harun deyil, Samiri adında bir şəxs olduğu xəbər verilir. Hz. Harun nəinki büt düzəltmək, əksinə büt düzəldən Samiriyə qarşı çıxır. Hz. Lut haqqında danışılan qissədə isə Tövrat haşa onun öz qızları ilə zina etdiyini xəbər verir. Lakin Quran-ı Kərim bu qissəni tamamilə fərqli şəkildə nəql edir bizə. Quran nəinki Hz. Lutun belə bir əməl etdiyini, əksinə onun bu və buna bənzər əxlaqsız əməllərə qarşı çıxdığını və qövmünün də məhz bu əməllərinə görə həlak edildiyini xəbər verir. Digər bir qissə isə Hz. Süleyman əleyhissalamın qissəsidir. Bu qissədə Tövrat onun başqa ilahlara ibadət etdiyini, hətta Allahın ona görünərək başqa ilahlara ibadət etməməyi əmr etməsinə baxmayaraq, yoldan çıxdığını və Rəbbinin buyruqlarına tabe olmadığını bildirir. Quran-ı Kərim isə onun haqqında buyurur: Süleyman kafir olmadı, lakin şeytanlar kafir oldular. Beləliklə Quran bu iddianı tamamilə təkzib edir. Bunun kimi
Hz. Davudun zina etməsi, Hz. Əyyubun Allaha üsyan etməsi, Hz. Yaqubun Allahla güləşib ona qalib gəlməsi kimi təhrif olunmuş rəvayətlərin Quranda tamamilə fərqli şəkildə təqdim olunması göstərir ki, Quran bir köçürmə deyil. Əksinə, o, özünün də bəyan etdiyi kimi özündən əvvəlki ilahi kitabları təsdiq edən, onların təhrif olunmuş hissələrini isə düzəldən bir kitabdır. Hər bir qissədə asanlıqla görünən mühüm fərqlər mövcuddur. Əgər Hz. Muhammed sallallahu aleyhi və səlləm bu qissələri Yahudilərdən öyrənmiş olsaydı, onların mətnlərində mövcud olan teoloji ziddiyyətlər doğuran hissələri niyə olduğu kimi qəbul etməmişdir? Əgər bu məlumatları həqiqətən onlardan almış olsaydı, onları olduğu kimi nəql etməsi daha məntiqli olmazdımı? Əksinə, Quran-ı Kərim Yahudi mənbələrində yer alan açıq-aşkar yanlışlıqların bir qismini düzəltmiş, bir qismini isə ümumiyyətlə nəql etməyərək onları geridə qoymuşdur. Başqa sözlə, Quran bu problemli rəvayətləri ya heç nəql etməmiş, ya da onları islah edərək təqdim etmişdir. O halda belə bir sual ortaya çıxır. Hz. Muhammed bu qissələrin problemli hissələrini düzəldəcək və onları əqli, mənəvi və teoloji baxımdan daha tutarlı şəkildə təqdim edəcək məlumatları haradan və necə əldə etmişdi? Əgər bu məlumatları yenə Yahudilərdən və ya Xristianlardan əldə etmişdir deyilərsə, onda niyə onların səhvlərini olduğu kimi təkrarlamamışdır? Nə üçün həmin məlumatları düzəldərək əqlə və tövhid prinsiplərinə uyğun şəkildə nəql etmişdir? Bundan əlavə bir anlıq belə düşünək. Bir insan peyğəmbərlik iddiası ilə ortaya çıxır, qarşı tərəfin qəbul etdiyi hekayələri olduğu kimi danışaraq onların rəğbətini qazanmaq, ətrafına daha çox insan toplamaq və güc əldə etmək imkanı olduğu halda niyə onların inanc və təsəvvürlərinə zidd fikirlər irəli sürərək özünə düşmən qazansın? Bunu hansı əql sahibi məntiqli hesab edə bilər? Əgər deyilərsə ki, bu məlumatlar ona şifahi şəkildə çatmışdı, yenə eyni sual qüvvədə qalar. Nə üçün həmin rəvayətləri olduğu kimi nəql etməmiş? Niyə onları dəyişdirərək, düzəldərək və əqli prinsiplərə, eləcə də sağlam etiqadla uyğunlaşdıraraq təqdim etmişdir? Bundan əlavə, Quran-ı Kərim bu qissələri nəql edərkən Peyğəmbərə və onun qövmünə dəfələrlə xitab edir. Sən bunları bilmirdin, sən bundan əvvəl bunlardan xəbərsiz idin kimi ifadələrlə bu məlumatların ona və qövmünə məlum olmadığını vurğulayır. Qurandakı bu cür ifadələr olduqca açıq və diqqətə layiqdir. Daha əvvəl də göstərdiyimiz kimi, əgər bu iddia həqiqətə uyğun olmasaydı, ilk növbədə müşriklərin buna etiraz etmələrini gözləyərdik. Həmçinin möminlər arasında da Quranda tarixi həqiqətlərə zidd məlumatlar var kimi ciddi inanc böhranlarının yaşanması da gözlənilərdi. Halbuki nə belə etirazlar baş vermiş, nə də bu cür inanc sarsıntısı qeydə alınmışdır. Bu barədə şərqşünas Margoliot belə deyir. Əgər Peyğəmbər Xristianların və Yahudilərin kitablarında yazılan hekayələri sadəcə nəql etmiş olsaydı, onun rəqibləri bu məlumatları ona kimin öyrətdiyini söyləyər, hətta müəlliminin adını belə müəyyən edə bilərdilər. Vəlhamdülillahi Rabbil aləmin.